İndi isə belə bir məntiqi ifadəni sadələşdirək. Bu məntiqi ifadələri deməli sadələşdirmək üçün biz bir sıra düsturları bilməliyik. Məsələn, belə bir düsturumuz var ki, A plus B-nin inkarı bərabərdir A vurulsun B. Yəni daha doğrusu A inkarın inkarı vurulsun belə bir şey. Yəni üstündəkinə görə bu da A vurulsun B olur. Deməli biz bu düstura görə bu hissəni açsaq, olasıdır A plus A vur B plus A inkar plus nə? B. Burada A-nı ortaq vuruş çıxarsam, baxın bu hissədən, olasıdır 1 plus B plus A inkar plus nə? B. Burada məlum məsələdir ki, 1-i məntiq ifadələrindən nə ilənsə toplasaq 1-in özü alınasıdır. Çünki 1-in üstünə 0 da gələndə 1 eləyir, 1 də gələndə 1 eləyir. A-nı da 1-ə vursam əgər, A vurulsun 1-də, A-nın özü edir. Çünki nə isə 1-ə vuranda ədədin özü alınır. Deməli, bu hissədən aldım A. A plus, buradakı A üstü inkar plus B. A plus A inkar, yəni bir məntiqi ifadədə bir ifadənin özü ilə inkarını toplayanda 1 alırıq. Yəni çünki bunun özü 1-dirsə, inkarı 0-dır. Bunun özü 0-dırsa, inkarı 1-dir. Bunları toplayanda 1 alınır həmişə. 1 aldım plus B. 1 plus B. Bayaq dedim ki, 1-i nə ilənsə toplayanda 1 alırıq. Və deməli son nəticəmiz olacaq A variantı 1 cavabı.